Salam değerli futbol azərkeşləri, Extra Time futbol kanalı sizləri salamlayır. Qarabağ Futbol Klubu yeni mövsümdə komandadan ayrılacaq bəzi oyunculara alternativ axtarışını sürətləndirib. Transfer siyasında olan futbolculardan birinin də adına aydınlıq gəlib. Xəbərə keçməzdən öncə videonu bəyənib kanala abunə olmağı unutmayın. Ağdam təmsilçisi Sabah Futbol Klubundan transfer etməyi düşünür. Yeni transferin Marko Yankovic'i əvəzləyici kimi alınacağı bildirilir. Qarabağın transfer siyasında olan futbolçunun adı isə Abdullah Xaybullayevdir. Onun milli komandadakı uğurlu performansı Qurban Qurbanovun diqqətini cəlb edib və onu sərəncamında görmək istəyir. Qarabağ Futbol Klubu futbolçunun performansını yaxından izləyir. Komandasında yetərincə oyun praktikası qazanmayan Abdullah Xaybullayev də durumundan narazıdır və klubunu dəyişmək fikrinə müsbət yanaşır. Ağdam təmsilçisi Abdullah Xaybullayev üçün qarşı tərəfə 250.000 manat civarında transfer haqqı da ödəməyə hazırdır. Əziz azərkeşlər, söz sizdə. Sizcə Abdullah Xaybullayev Qarabağda uğurlu ola bilərmi?